Deputat Fazil Mustafanın belə bir çıxışı qabağıma çıxdı. Biz cəhalət bataqlığında, Səfəvi Qacar cəhaləti bataqlığında qalmış bir xalq idi. İranda Axundov yetişə bilərdimi? Deməli, Fazil Mustafanın deməyindən belə çıxır ki, zamanında yaxşı ki, Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycan Rusiyanın işğalı altına düşüb və həmən o işğalın nəticəsi olaraq da sonradan müstəqilliyini əldə eləyib. Əks halda Azərbaycan hələ də müstəqil olmayacaqdı və cəhalət bataqlığında qalasıydı. Elmdən, təhsildən, tərəqqidən də geri qalacaqdı. Halbuki Fazil Mustafanı mən başa düşə bilmirəm. Yəni Mustafa tarixi yanlışlığa yol verir. Birincisi, biz Qacarlar dövlətinin tərkibində olarkən işğalda olmamışıq. Yəni Qacar dövləti də, ondan qabaq Əfşar dövləti də və digər Azərbaycan torpaqlarında olan dövlətlərin əksəriyyəti Türk dövlətləri olub, Azərbaycan dövləti olub. Adları fərqli olsa da. Burada Fazil Mustafa bizim tariximizi ilk növbədə təhrif eləyir. İkincisi isə müasir İranı nümunə gətirərək bizə demək istəyir ki, baxın, İranın vəziyyətinə baxın. Hazırda biz işğal olunmasaydıq, bəlkə də hazırda İranın tərkibində olasaydıq və İranı nümunə gətirir ki, baxın İranın vəziyyətinə, İran batır, cəhalət, bataqlıq içindədir. Mən burada sadəcə Fazil Mustafaya onu xatırlatmaq istəyirəm ki, yəni sənin lağ elədiyin İran istər elm baxımından, istər tərəqqi baxımından, istər təhsil baxımından, istər innovasiya və texnologiya və istehsal baxımından və digər istənilən kriteriyada Azərbaycanı üstələyir. Yəni sən burada durub nəyi bəyənmirsən? Sən özü İranla müqayisə edirsən. Yəni sizin dəstəklədiyiniz hakimiyyətin gətirdiyi durum hazırda odur ki, biz hətta sənin o elmdən, tərəqqidən uzaq olan cəhalət bataqlığı adlandırdığın İran Azərbaycandan qat-qat demək olar ki, bütün kateqoriyalara görə öndədir. İstər təhsilinə baxaq. İranda təhsil. İranın Tehran Universiteti hazırda dünyanın ən güclü universitetlər sırasında ilk 500-lükdədir. Amma Azərbaycanın ən güclü universiteti sayılan Bakı Dövlət Universiteti hazırda həmən reytingdə 950 və 1000-ci yerləri bölüşür. İranda elmi məqalə sayı il ərzində 70 mindən çoxdur. Azərbaycanda bu göstərici cəmi 1000 məqalədir. İran elmi tədqiqatlara özünün ümumi daxili məhsulunun 1%-ni ayırır. 1% civarında məbləğ ayırdığı halda Azərbaycanda bu göstərici 0,2%-dir. İranda 300-dən çox elmi tədqiqat universiteti fəaliyyət göstərdiyi halda Azərbaycanda bu göstərici cəmi 100 civarındadır. Eyni zamanda Qlobal İnnovasiya İndeksində İran 67-ci yeri tutur, Azərbaycan isə demək olar ki, 100-cü yerlərdə qərarlaşır. Səhiyyə baxaq. İran bu dəqiqə dərman istehsal eləyir. İran bu dəqiqə dünyaya tibbi cihazları ixrac eləyir, istehsal edir və ixrac eləyir. Azərbaycan hazırda İranın dərmanlarının ümidinə qalıb. Bir balaca ciddi xəstəlik tutan Azərbaycan vətəndaşları hələ də İrana yol açır, İrana üst tutur ki, müalicə alsın. Sosial rifah məsələsinə baxdıqda, hazırda Azərbaycanda quru sərhədlər bağlıdır və quru sərhədlər açıq olanda Azərbaycanlı vətəndaşlar adi gündəlik tələbatlarını qarşılamaq üçün kartof, soğan, makaron və digər ucuz qiymətə olan məhsulları Azərbaycandan yox, İrandan almaq üçün sərhədi belə keçir. Yəni bu da İranda olan sosial rifah göstəricisi. Və istər digər göstəricilərə baxdıqda Azərbaycan bütün bu göstəricilərdə İranı uduzur. Siz hansı cəhalətdən, hansı bataqlıqdan danışırsınız Fazil bəy? Misal olaraq yeganə bəlkə də deyə biləcəyiniz şey ola bilər ki, İran demokratik bir İranda sistem yoxdur. İranda avtoritarizm var. Halbuki dünyanın demokratiya indeksinə görə, ölkələr arasında demokratiya indeksinə görə İran bəli 156-cı yer tutur avtoritar rejim olaraq. Amma Azərbaycan da 125 səhv eləmirəmsə 130
sıralarında qərarlaşır. Eyni də avtoritar rejim olaraq adlandırılır. Sadəcə Azərbaycanla İranın bundan fərqi odur ki, İran ən azından bunu açıq şəkildə etiraf edir. İran deyir ki, bizdə bəli, sistem budur. Bizdə sistem quruluşu, dövlət quruluşu və dövlətin idarə edilmə üsulu budur. İran bizdən fərqli olaraq seçkiləri saxtalaşdırmır. Bizdən fərqli olaraq yalandan seçilmədiyi halda sizin kimi parlamentdə oturmur. Ən azından nə varsa onu deyir. Bəs bizim günümüz nədir? Yəni, bəli, mən əlbəttə könül istəyərdi ki, bütün bunlar olmazdı, amma hazırda Azərbaycanla İranı müqayisə eləmək gülüncdür. Biz hələ İrandan həmən o cəhalət və elmdən, tərəqqidən uzaq olaraq adlandırdığımız İrandan belə uzaqdayıq, hörmətli Fazil bəy.